Bütün bu neft, mikroplastik və digər kimyəvi maddələrlə çirklənmə okean suyunun daha da turşulaşmasına səbəb olur. Bilirsinizmi? Okeanın turşulaşması sadəcə bir problem deyil. Bu, həm də mikroplastikin daha sürətlə nanoplastika parçalanmasının əsas səbəbindən biridir. Nəticədə bu istiliyin okeanda daha çox toplanması ilə bağlı vəziyyəti daha da çətinləşdirir. Bundan əlavə, yanacaq yandırmaq və plastik istehsalı üçün metan və neft kimi karbohidrogenlərin istifadəsi planetimizin ekoloji vəziyyətini daha da pisləşdirib. İstixana qazları atmosferi isidir. O da öz növbəsində okean səthini qızdırır. Bu, həm atmosferdə, həm də okeanda artıq istiliyin toplanmasına səbəb olur və nəticədə buxarlanma artır, atmosferdə rütubət yüksəlir. Beləliklə, biz bir növ qapalı dairəyə düşürük. Okeanların vəziyyəti pisləşir. Bu, atmosferə təsir edir. Atmosfer isə əks təsir göstərərək okeanlara yenidən təsir edir və təbii fəlakətlər getdikcə artır. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir.